الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Mesela Müslümanlarla birinci takvalı olmağınızı çağırıram. Və Müslüman gerək həmişə başqa Müslümandan yaxşı zəndə olmalıdır. Hətta açıq aydın dəlillər olmayınca ki, onu pis sənə aparsın o barədə. Ümumiyyətlə, Müslüman əlhamdülillah əsli təmizdir. Əgər hansısa Müslüman nəsə edirsə, o təqsir onun özündədir. Yəni, İslamı günahlandırmaya lazım deyil buna görə. Əlhamdülillah, İslam bizi pakçılığı əmr edir, təmizliyi, tam insaniyyətliyi, tam əxlaqı, tam gözəlliyi, həm daxili təmizliyi, həm zahiri təmizliyi. Sadəcə əsas nədir? Bu dinimizi götürüb əməl eləmək. Lakin, müsəlmanlar necə görürsünüz, fərqlənirlər bu dini götürməkdə, əməl eləməyin dərəcələrində və s. Və bəzən görürsən, bəzi hadisələrdir tarixdə İslam dediyi kimi rəayət olunmur. Yəni, tarixi hadisələri münasibətdə. Çünki dinimiz, Quran-ı Kərim özü bizə tarixdən xəbər verir. Kifayətdir ki, baxasınız, Peyğəmbərlərin həyatından bizə xəbər verir. Lakin bu xəbərlər nə üçündür? O günü bayram günü elan eləmək üçün yox və ya o günü matəm elan eləmək üçün yox və ya o günü hansısa bir münasibət qeyd eləmək yox. Sadəcə ibrət üçün. İbrət üçün bizə Musa Aleyhisselamdan Firavun hadisəsini qeyd edilir. Necə? İman. İman küfrə qalib gəlməyin. Küfr nə qədər böyük olsa da və ya məsələn Yusuf Aleyhisselamın hadisəsini qeyd edilir, İsa Aleyhisselamın qeyd edilir və s. və s. Necə haqqla batil mübarizə aparılır. Hətta biz də ibrət alaq onlardan. Ümumiyyətlə, tarixi hadisələr bunun üçün zikr olunmalıdır və bu cür faydalanmaq lazımdır. Lakin çox vaxt görürsən, bəzi insanlar tarixi hadisələri özlərinin əqidələri üçün, özlərinin məqsədi üçün istifadə edirlər. O hadisələrdən də biri İmam Hüseyin radiyallahu anhunun qətlidir. O Hüseyin radiyallahu anhu biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin nəvəsi idi və ən çox da Rasul sallallahu aleyhi ve sellem oxşayan o idi. Və Əli ibn Əbi Talibin oğlu idi, Fatıma radiyallahu anhunun oğlu idi. Və Hüseyin radiyallahu anhun bacısın Kursumu Ömər ibn Xattab vermişdilər, Əli ibn Əbi Talib vermişdi və s. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub, Həsənlə Hüseyin cənnətdə canlıların seyyididir. Elhamdülillah. Ola ki, bu sahabinin düzü qətli və ya deyək şəhadəti biraz doğrudan da adam yada salanda çox hüzünlüdür, çox kədərlidir. Adamı ürəyin titrədir və s. Lakin, söhbət bundan gedir ki, bunun qətlini götürüb o günü qeyd eləmək, o gün ağlamaq və s. Söhbət bundan gedir ki, bu şəriətə uyğundur, yoxsa yox. Hamımız əlhamdülillah İmam Hüseyni sevirik və xüsusən də onun tarixini fikir verəndə bəzən görürsən ki,
tarixində şişirtmələr çoxdur. Bəzi tayfalar, tərəflər çox şişirdirlər. Xüsusən o hadisəni. Lakin həqiqətdə necə olub onun qətli? Yəni, o ölümü necə olub? Bəzi biz tarixi məsələlərə toxunacaq. Və söhbətin əvvəlində İbn Kəsir Rahiməhullahın sözü qeyd eləmək istəyirəm. Çünki Şeyx İbn Kəsir Rahiməhullah İbn Teymiyyə tələbəsi bu məsələyə toxunur, xüsusən də Bidayə və Nihayədə. Və deyir ki, Rahiməhullah, bu hadisə təbii ki, hər bir müsəlmanı hüzünə aparır. Xüsusən də bu hadisə Hüseynin qətli. Çünki Hüseyin radiyallahu anhu böyük sahabələrdən biri idi, seçilən müsəlmanlardan biri idi, sahabələrin içində alimlərdən biri idi və Peyğəmbər sallallahu nəvəsi idi. Hansı ki, ən əfsəl qızından olmuşdu o, Fatıma radiyallahu anhadan. Və özü də çox abid və səxavətli insan idi. İbn Kəsir belə vəçilir İbn Hüseyin radiyallahu anhu. Lakin, Rahimullah buyurur ki, lakin nə edirlər bəzi insanlar hüznü şiddətləndirmək, müsibəti böyütmək və s. Təbii ki, bu çox vaxt özlərini göstərməklə məşğuldurlar. İbn Kəsir deyir, Rahimullah, baxmayaraq onun atası öldürülür. Hüseyin radiyallahu anhunu. Yəni, İbn Kəsir burada deyir ki, buna işarə edir ki, yəni əgər biz Hüseyin radiyallahu anhu üçün bu cür etsək, əgər hələsə başlayaq, onda atası üçün dedik. Çünki atası Ali ibn Əbi Talib Hüseyin radiyallahu anhudan əfsəldir. Onu da öldürüblər. Və xüsusən də Ali ibn Əbi Talib'i nə vaxt öldürdülər? Cümə günü fəcr namazına çıxırdı. Radiyallahu anhu, Ömər ibn Xattabın qaynatası. Çıxırdı sübh namazına, Ramazanın 17-si idi. Hicrətlə 40-cı il. Hicrətin 40-cı ilində. Sübh namazına çıxırdı, Ramazanın 17-si çuğurlayıb və xain gəlib, deməli, məcusi, İranlı olan məcusi, daha doğrusu, məcusi yox, məcusi Ömər ibn Xattabı öldürür, onun kürəkənin. Amma onu öldürən, deməli, İbn-i Mulcəm, xavariclərin biri öldürür fəcr namazına girəndə. Bu hicrətin 40-cı ilində olur. Əgər hələ isə, əgər biz Hüseyin üçün belə hüzünləyirsə, belə mərasim edirsə, onu gərək Əli üçün də eləyir, çünki Əli ondan əfsəldir. Sonra İbn Kəsir davam edir ki, Osmanı da öldürüblər. Osmanı da təşrik günləri öldürüblər. Yəni Zilhəccə ayında, Hicrətlə 36-cı il idi. Onu da belə zülmlə öldürdülər. Məzlumdur. Evin mühasirə almışdılar. Onda gərək Osman radiyallahu anhu'dan biz eləyək. Və həmçinin Ömər ibn Xattab, necə İranlı Feyruz vurdu onu, çünki Ömər ibn Xattabı ümumiyyətlə sevməzlər olar. Və səbəb də nədir? Olan odun söndürüb ona görə. Odun söndürüb ona görə. Hətta bəzi faslar, bəzilər təbii ki, Ömər ibn Xattabı ölən günü bayram qeyd edirlər. Və Öməri öldürəni böyük mücahidlərdən qeyd edirlər. Və deyirlər ki, Allah bilir, bəs qəbri ziyarət olunur Öməri öldürəni. Qəbri sitayiş edilir. Ziyarət olur çünki qəhrəmandır. Ömər ibn Xattabı öldürüb. Ömər ibn Xattab da səbəb var idi, çünki odların söndürmüşdü ona görə. Radiyallahu anhu. Və belə gedir, İbn Kəsir qeyd edilir bunları, həmçinin Siddiq radiyallahu anhu, hətta gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem. Əgər hələ isə hamısı ölənlər üçün biz gələk matəm eləyək, onda ilin bütün günləri biz matəm, ya ağlar, yas və s. getirəcək. Təbii ki, bu İslamda öyle qardaşlar. Bu mərasimlərin, yas mərasimlərin nə İmam Hüseyin üçün, nə başqası üçün, İslamla heç bir əlaqəsi yoxdur. İslam tamam başqa şey deyirsə. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem ölüb. Lakin o vəfatını biz qeyd edirik. Yox. Çünki sahabilə eləməyib ona görə.
Onu tələbələr etməyib. Həmçinin bizdən qabaq olan peyğəmbərlər, Peyğəmbərimizdən sallallahu aleyhi ve sellem qabaq olan peyğəmbərlər, onu da Peyğəmbər salsan onlar ölən günü qeydləməyib. Baxmayaraq, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem peyğəmbərlərin ölən günləri və ya peyğəmbərin övladının ölən günü hansı bir hadisə baş vermişdir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem uşağı öldü, oğlu gün tutuldu, günəş. Günəş tutuldu. Və hamı dedilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin uşağı öldüyünə görə gün tutulub. Bu işarədir. Peyğəmbər sallallahu aleyhi ve sellem bildi ki, gördü ki, müsəlmanlar elə bildilər ki, səbəb budur, oğlunun ölümü. Və dedi ki, gün, günəş. Kimisə ölümünə və ya dolmağına görə tutulmur. Sadəcə tutulanda 2 rükət namaz qılın, əssalam. Əlhamdülillah, Peyğəmbər sallallahu aleyhi ve sellem bu məsələni belə müalicə etdi. Lakin buna baxmayaraq, biz götürürük, kimlərsə ölüb, o günün mərasimini nəsə edirik və yozuruq üstündə 5-6 dənə də əlamətlər və s. Bunlar hamısı İslam deyil, qardaşlar. İslama uyğun deyil. Əlhamdülillah, dinimiz var, Quran sünnə. Biz gələk, bu Quran sünnələ gedək. Həmçinin bu tarixə ümumiyyətlə fikir verəndə Hüseyin radiyallahu anhu, ümumiyyətlə bu tarixdə ümumən xulasa budur ki, səhih. Ki, Hüseyin radiyallahu anhuya bilir ki, Yezidə biyyət eləmir. Çünki özün namizəd görür. Necə ki, İbn-i Zübeyr də biyyət eləmir, o da özün namizəd görür. Ona görə bunlar çəkilirlər ki, radiyallahu anhuma Məkkəyə elə bir ki, bir müxalifət kimi bir orada bərqərar olurlar, orada yaşayırlar. Və Yezid də toxunmur əslində onlara. Neçə ay orada qalırlar, Yezid toxunmur. Lakin Kufə əhli də işləyirlər, Yeziddə qarşı çıxsınlar və işləyirlər ki, Hüseyin radiyallahu anhu biyyət eləməyib. Və çağırırlar ki, Hüseyini gəlsən, biz sənə biyyət eləyəcəyik və salam. Və 500-ə yaxın adamla, məktublarla və s. Hüseyin radiyallahu anhu müraciət olunur. Və bu vaxt Hüseyin radiyallahu anhu qərara gəlir ki, geçsin də daha nə qədər adam gəlib, nə qədər məktublar gəlib. Bu göstərir ki, Kufə əhli artıq və salam buna biyyət eləyəcək. Hakimə qarşı çıxmaq üçün. Yəni, Yezidə qarşı çıxmaq üçün. Yezid artıq hakim idi şəri. Çünki ona biyyət eləmişdilər sahabələr, böyük sahabələr. Ona görə Hüseyin radiyallahu anhu çıxanda Hüseyin radiyallahu anhu çıxmamışından qabaq bir adam göndərir. Muslim ibn Aqli Kufəyə. Deyir ki, get bax, bu xəbərlər düzdür, yoxsa yox. Çünki Kufəllər xain olublar tarixən. Xüsusən də Əhl-i Beytə. Və Kərbəla hadisəsində o xainlərini ispat edirlər. Ona görə Hüseyin radiyallahu anhu Muslim ibn Aqli yollayır ki, get bax, oradakı o hadisələr düz dolar dediyinləri yoxsa yox. Və Muslim ibn Aqil gəlir, görür ki, hamı Hüseyni işləyir. Hətta deyirlər ki, müqəddimə üçün biz sənə biyyət edəcəyik. Muslim ibn Aqilə. Ona görə Muslim ibn Aqil radiyallahu anhu Hani İbni Orvan evində yığışırlar, biyyətirlər ona və xəbər göndərir ki, məktub Risalə ki, Hüseynə gəl, bəs burada hər şey doğrudan da elədir. Nəticə bizə çatdırırdılar. Və bu vaxtı Yezid eşidir ki, Kufədə vəziyyət gərgindir, üsyan eləmək istəyirlər, Hüseyin də ora gəlmək istəyir və ona görə Yezid özü Şamda oturur. Ubeydullah ibn Ziyadı, deməli, Ubeydullah ibn Ziyad da Bəsrənin valisi idi. Göndərir ki, Kufəyə get bu məsələni həll elə. Yəni, qabağına olur ki, üsyan olmasın. Yəni, Yezid demir ki, get Hüseyni öldür. Deyir ki, get o üsyan qabağına al. O Ubeydullah ibn Ziyad da gəlir Kufəyə. Kufəyə gələndə cəmaata vəz edir, lakin cəmaat ona qulaq asmır, çünki hamısı müxalifət olur. Ona görə Muslim ibn Aqil də çıxır Ubeydullah ibn Ziyadın qarşısına və onun qəsrin hasara alırlar mühasirəyə. Mühasirəyə alırlar
və Muslim ibn Aqil də tərəfdarları biyyət edən təxminən 4000 nəfərlə çıxırlar Ubeydullah Ziyadın qarşısına. Ubeydullah Ziyad onlara vəz edir, qorxuzur və rəğbətləndirir ki, Şam əhli gələcək saat, bəs belə eləməyin, olmaz və s. Və sonunda görür ki, Muslim ibn Aqil buna biyyət eləyənlər, buna deyənlər ki, biz sənə sonradan dayanacaq, birdən çölü görür ki, 30 nəfər qalıb arxasında. Yəni, 4000 nəfərdən 30 nəfər qalır və axşam namazına isə Muslim ibn Aqil görür ki, bu təkdir, tək qaldı. Və Ubeydullah Ziyad əmr edir ki, Muslim öldürün. Edam edilməlidir. Və sadəcə ölümdən qabaq Muslim ibn Aqil Ubeydullah Ziyaddan bir xahiş edir ki, Hüseynə bir dənə məktub yazsın. Və Ubeydullah Ziyad buna icazə verir. Və yazır ki, bəs bunlar həmişə kim xaindirlər, bəs belə xəbər verir. Və bu hadisə də belə olur. Deməli, Muslim ibn Aqili öldürürlər və Hüseyin də artıq Məkkədən çıxıb, gəlir Kufə tərəfə və Məkkədən çıxanda baxmayaraq sahabələr özlə həc günləri idi, həc günləri. Sahabələrin çoxsu Məkkədə idilər. Tərviyə günləri idi. Yəni, Mina günləri. Baxmayaraq, böyük sahabələr çıxırlar, məsələn, İbn Abbas kimi, İbn Ömər kimi, hətta İbn Zübeyir özü, hətta İbn Amr və Hüseynin qardaşı Muhammed ibn Hənəfiyyə, Əli ibn Əbi Talibin oğlu idi, başqa adından. Və başqaları çıxır deyirlər ki, ya Hüseyin, hara geysən? Bəs gedmə, hətta İbn Zübeyir deyir ki, hara geysən, elə qoymun yanına gedirsən ki, sən atağı öldürdülər, sən qardaşını öldürdülər, indi sən geç Allahın yanına. Lakin Hüseyin radiyallahu anhu bu sözlərə fikir vermir, qəti qərara gəlir ki, bu gedməlidir. Və də oradan da gedir. Və Kərbala deyilən yerdə müasiri alırlar və Yezid də neynir? Yezid adam göndərir Əmir ibn-i Sədlə Şumur ibn-i Zülzəvşəni göndərir və Hüseyin ibn-i Təmimi göndərir ki, bu məsələ həlləmək ki, bəs orada sakitçilik edin. Ola ki, bunlar gəlirlər Hüseyni mühasiri alanda Hüseyin görür ki, doğrudan da xain olublar Kufəllər, həmişə kimi və 3 dənə şərt qoyur qabaqlarına. 3 dənə şərt. Ya mən qaydıram geriyə, ya Yezidlə üzbəüz görüşmək, ya da göndərin məni cəbhəyə, döyüşlərə. Lakin bunlar qəbul etmir, xüsusən də Şumur ibn Zülcəvşən və öldürürlər radiyallahu anhunu orada. Və deyirlər ki, bəzi tarixlərdə yazılır ki, Şumur özü vurur onu və bəzi tarixlərdə yazırlar ki, yox, Sənan ibn Ənəs Ən-Nəxəyi vurur. Və lakin xulası budur ki, öldürürlər radiyallahu anhunu. Doğrudan hadisə hüzünlüdür. Heç bir müsəlman sevinməz bu hadisəyə. Heç kəs istəməzdir ki, belə olsun. Lakin Allah subhanətələ qədəri beləymiş. Çünki Hüseyin radiyallahu anhü görsənir ki, böyük sahabələr çıxdı qabağına, lakin Allah subhanətələ qədəri beləymiş. Qədərdə yazılıb. Yaxşı, kim ölür Hüseyin radiyallahu anhünə Kərbalada? Hüseyin radiyallahu anhünə ölür, məsələn, Əli ibn Əbi Talibin övladlarından Əbu Bakır, Osman, Məhəmməd, Cəfər, Abbas, Hüseynin öz oğlanlarından ölənlər Kərbalada Əbu Bakır, Ömər, Osman, Əli Əkbər, Abdullah, Həsənin övladlarından Əbu Bekir, Ömər, Abdullah, sonra Qasim və başqaları Əhl-i Beyt. Radiyallahu anhum. Şöyəsən, əlhamdülillah biz Əhl-i Beytin yoluna gelirik. Övladlarımızı, onlar övladların adlandıran kimi adlanır. Əbu Bakır, Ömər, Osman, əlhamdülillah biz Əhl-i Beytin yoluna gelirik. Öyle Əhl-i Beytin müxalifdə öyləyik. Əlhamdülillah. Şərəfdir. Şərəfdir Əhl-i Beytin intisab olmaq. Çünki övladların adına var Əhl-i Beytin. İmam Əlinin, Hüseynin, Həsənin, Əbu Bakır, Ömər, Osman.
Nə gözəl adlardır. Həmçinin məsələn insanlar həmçinin fikir verir ki, İmam Hüseyin radiyallahu anhunun çıxışında heç bir məsləhət yox idi. Nə dünya üçün, nə də axirət üçün. Lakin Allah subhanətə qədərə beləymiş. Təbii ki, əgər çıxmasaydı, görün, bu şüddət olmaz, lakin qədər yazılıb. Bu onu gedirdi artıq. Və onun ölümündən fəsadları gətirib çıxartdı. Hətta bəzi qruplar, bəzi yollar, bəzi ölkələr bundan istifadə eləməyə başladı. Bu, radiyallahu anhunun ölümündən. Və şək yoxdur ki, ölümü dəhşətlidir. Lakin Peyğəmbərlərin ölümündən dəhşətli ola bilməz, qardaşlar. Elə Peyğəmbərlər var idi ki, müşarla kəsirdilər yarı-yarı. Ondan dəhşətli ola bilməz. Ondan dəhşətli əziyyətli ola bilməz. Allah subhanətlə buyurur ki, قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِ بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَا قَتَلْتُمُوهُمْ اِنْ كُنْتُمْ صَادِقِينَ Allah subhanətlə buyurur, Əl-İmran 183-də. Artıq sizə məndən qabaq, Peyğəmbərimiz buyurur. Peyğəmbərlər gəlmişdi, açıq aydın dəlillərlə. Ne üçün o? Bəs onları ne üçün öldürdünüz? Əgər sadiq sizdə deyin. Əgər düz danışansızsa, məndən qabaq da Peyğəmbərlər gəlmişdi. Ne üçün onları öldürdünüz? Peyğəmbərləri də öldürüblər. Lakin heç kəs onları qeyd eləməyib, qardaşlar. Xüsusən də bu şəkillərlə, bu şəkildə. Lakin bu hadisələ bizim münasibətimiz necə olmalı, qardaşlar? Şək yoxdur ki, hadisə böyük hadisədir, hüzünlü hadisədir. Allah subhanətlə qorxan, qəlbi daimən hüzünlənir o İmam Hüseyni bu hadisəsini eşidəndə. Lakin bu hadisəni qeyd etmək bidədir, düzgündür, xüsusən də özü vəfa vermək, özü vurmaq, paltarlı cırmaq, bədənlə əziyyət vermək, lovhə demək və s. Bunlar hamısı İslamı ziddir, qardaşlar. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan deyib bu cür etmək, ölü üçün, ölən adam üçün. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim paltarını cırsa, cibini cırsa, üzünü cırmaqlasa bizdən deyil. Buxari rivayət edib. Bənim üçün başqa hədisdə Müslimdə buyurur ki, kim belə etsən bizdən deyil, mən uzağım ondan. Bələmə sahibindən. Həmçin başqa rivayətdə deyir ki, bu cahilliyyət əməllərindən biridir. Yəni İslamdan qabaq bütpərəstlər edərdi belə. Və başqa rivayətdə gəlir ki, bu küfürdür. Müslim rivayət edir. Ona görə aqil insan üçün, ağıllı adam üçün, mömin adam üçün, Allahdan qorxan adam üçün, başa düşən adam üçün, Quran sünnə dinimizi belə hadisələr eşidəndə kifayətdir ki, onu desin ki, Allah subhanət hələ necə buyurur? Allah subhanət hələ buyurur, Əl-ləzinə izə əsabathum musibə. Onlar ki, elə bir müsibət baş verəndə, onlar deyərlər ki, qalu, İnnə lillahi və innə ileyhi raciun. Və salam. Mövqe bu olmalıdır ki, belə hadisələr tarixdə dəstə oxuyanda deyirsən, ya eşidəndə deyirsən, İnnə lillah və innə ileyhi raciun. Mömin baş çıxış yolu budur. Münasibətimiz də budur. İnnə lillah və innə ileyhi raciun. Və həmçinin müstənə müsəlmanlar bu günü də lazım da müafil eləmək. Əksinə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Aşura günü oruç tutun. Və bunu mən demirəm, bizim kitablar demir. Həm şiə kitablarında da yazılıb. Şiə kitablarında da yazılıb ki, özü vurma olmaz. Şiə kitablarında yazılıb ki, o gün oruç tutmaq və s. fəzilətlərindən. Ona görə bunun bizi bir dənə əhlüsünnə deyil, əməvlərin uydurmasıdır. Yəni bu hər tərəf ispat edib bu hadisəni və necə münasibət qurmaq lazımdır, ispat edib. Amma Yezid barədə isə doğrudan da Yezid əmirliyib Hüseyni öldürməyə cavab yox. Çünki Yezidə əslən sərf etmirdir Hüseynin ölümü. Biz onu müdafiə etmək üçün bunu demirik. Biz sadəcə haqqı müdafiə edirik. Onu yox. Bəzilər bunu işlən deyir, Yezid müdafiə edir. Əməvlər müdafiə edir, yox, qardaş. Biz haqqı müdafiə edirik. Yezidi yox və s. başqalarını yox. Xüsusən də baxırıq ki, Yezid ailəsinə necə davrandı? Saxladı öz sarayında nə qədər? Əli, radiyallahu anh, Hüseynin oğlum, saxladı onu, ailəsini saxladı qadınları və sonra dedi ki, haransı seçirsiniz yaşamağa? Mədinəyə göstərdi. Mühafizən oğlanı qaytardı Mədinəyə.
Ona görə İbn Teymiyyə deyir ki, rahimehullah, Yezid Hüseynin qətlini əmr etməyib. Bunda ittifaqdır əhl-i sünnədə. Dəlillərdən də kifayətdir ki, əslən hadisə o vaxtı siyasi hadisələrlə sair Yeziddə sərf etmirdi. İkinci də ailəsinə münasibəti Yezid Hüseynin. Çox gözəl davrandı onlarla. Yaxşı, indi biz gəlirik xülasəyə ki, İmam Hüseyni kimlər öldürüb? İmam Hüseyni Hüseynin şiyələri öldürüb. Hüseynin şiyələri, yəni tərəfdarları. Necə ki, 2 məzhəb kitablarında da bu yazılıb. Bunu Əməvilər uydurmuyor özlərinə. Hər iki, həm sünni kitablarında, həm şiə kitablarında yazılıb ki, İmam Hüseyni onun şiyələri öldürüb. Yəni tərəfdarları. Təbii ki, məzhəb deyildi onda, o vaxtı nəsünni məzhəb deyildi. Sadəcə fikir aləmi, amma bir idi. Sadəcə siyasi hərəkətlər idi. Siyasi fikirlərində ayrılıq var idi. Ona görə Hüseyni öldürdülər. Onlar ki, onlar onu çağırdılar və sonra ona xəyanət eləyib öldürdülər onu. Ona görə biz, əlhamdülillah, İmam Hüseyni sevirik, Əhl-i Beyti sevirik, İmam Hüseyni də sevirik və deyirik ki, İmam Hüseynin övladları var idi, Abu Bakr, Ömər, Osman, onlar da Əhl-i Beytdir, Əli Əşbər, sonra İmam Hüseyni övladları da əlhamdülillah ki, Əhl-i Beytdir, Əli ibn Əbi Talib övladları da Əhl-i Beytdir, qızlar da Əhl-i Beytdir, əlhamdülillah. Və bir kimdirsə ki, Əhl-i Sünnə və Cəmaat Əhl-i Beyti sevmir, yalan deyir. Biz Əhl-i Beyti sevirik, əlhamdülillah, və bizim şərəf də Əhl-i Beyti sevmək. Və İbn Teymiyyə deyir, Əhl-i Beyti sevmək, Əhl-i Sünnə və Cəmaat əqidəsinin əsaslarındandır. Və əlhamdülillah biz bu hadisələri biraz toxunduq və mövqeyimizi də bildik. Və hər bir nə kimi hadisə, hər bir müsəlman, hər bir hadisəyə belə münasibətli olmalıdır. Allah subhanətələ bizə eşib faydalardan etsin. Allah subhanətələ xalqımıza hidayət versin. Allah subhanətələ o müsəlmanlar ki, ya Rab, xəstələrlə onları şəfa ver. Ya Rab, müsəlmanlara kömək ol. Ya Rab, çox yerlərdə müsəlmanlar əziyyət çəkir, onları kömək ol. Ya Rab, məscidləri açılmağını bizə kömək ol. Hüseyin Abu Bakr məscidinin açılmağını kömək ol, ya Rab. Və kimlər ki, mani olur, ya Rab, onları cəzalandır və başqalarını da dərs olsun və bizi fitnədən məhrindən qoru. Və aqul həzə və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəmb əstəğfiru innəhu huvəl ğafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya və müsəlin seyyidin Muhammedin və alə əlihi və ashabi əcmain. İbadallah, İnnəllaha ya'muru bil adli və l-ihsan və ita'i zil qurba və yenha anil fahşai və l-munkari və l-baghi ya'idukum la'allakum tadhakkarun və li zikrullah akbar vallahu ya'lamu ma tasna'un və aqimus salat.